Salam millət. Akordun gerçək və əsl və keçmiş sahibi İlqar Hacıyevlə danışacağıq. Nələr danışacağıq, nələr. İlqar bəy, salamlayıram sizi. Xoş gördük Tural bəy. Birinci bizim izləyicilərdən xahiş edirəm, kim ki İlqar Hacıyev kanalını bu abunə deyilsə abunə olsun, Azad Sözə abunə deyilsə Azad Sözdə abunə olsun. Çünki gerçəklər buradan danışılır və çox maraqlı efirimiz olacaq. Bəyənin və paylaşın. Çox sağ ol Tural bəy, dəvətinizə görə. Xoş gördük bir də İlqar bəy sizi də. Xüsusilə Bakının, Abşeronun günlər öncə artıq 7-8 gündür ki, bərbad vəziyyətə düşməsini danışacağıq. Yağış sularından sonra Bakı, Abşeron bərbad günə düşüb. Niyə bu vəziyyətdədir və çıxış yolları nədir, nə qədər pul lazımdır? Eyni zamanda Azərbaycan hakimiyyəti, dövlət, keçmiş Azərbaycan yolları, Səhmdar Cəmiyyətinin Azeryol Servis, sonra bilmirəm adını dəyişdilər. Avtomobil Yolları İdarəsinin keçmiş rəhbəri Salih Məmmədovu şantaj eləyir. Bəli, dövlət özü keçmiş işçisini şantaj eləyir ki, səni tutacaq, gətir 1 milyard pul ver. Hamısını danışacağıq. Videonun sonuna qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun. İlqar Hacıyev kanalına da abunə deyilsinizsə, abunə olun. Sizdən gizlənən gerçəkləri vaxtında eşidəsiz deyə. İlqar bəy, biz Salih Məmmədov məsələsinə, dövlətin öz keçmiş vəzifəsini şantaj etməsi məsələsinə bir qədər gəlin sonra toxunaq. Amma ilk öncə Bakının niyə bu vəziyyətə düşməsini izah edin bizə. Siz Azərbaycanda evlər tikmisiniz, binalar tikmisiniz, hökumət İlham Əliyevin qarşısında Azərsunun rəhbəri deyir ki, torpaqlar qanunsuz olaraq zəbt edilib, bu da utanmazcasına qulaq asır. Cənab İlham Əliyev buna müşavirədə baxdınızmı? Yəni, torpaqlar necə zəbt olunub, necə qanunsuz, niyə bu vəziyyətə düşüb Azərbaycan, Bakı? Sizin dilinizə nə işdir? Buyurun. Deməli, bu su məsələsi, kanalizasiya məsələsi, hələ qaydaq belə 2006-cı ilə. İlk Azərbaycanda bu körpülər, Bakıda bu körpülər, qovşaqlar tikiləndə elə bizləri ən böyük şirkətlərin biri elə Akord idi, Azeryol körpü idi, Azvirt idi, bir neçə dənə şirkəti elə Ziya Məmmədovun otağına dəvət etdilər, orada körpüləri bölüşdürdülər və körpünün birində bu Heydər Əliyev mərkəzinin böyründə və keçmiş Ramsor, həmən qovşağı mən tikmişəm. Elə o vaxtları həmən qovşağı mən tikəndə mən mühəndislər gətirmişdim, Singapurdan, Almaniyadan. Çünki Azərbaycanda təcrübə yox idi. Azərbaycan Sovet dağılandan sonra yəni qoca bir neçə nəfər mühəndis qalmışdı. Yəni bu yol işindən, körpü işindən başı çıxan. Qalan o vaxtı bilirsən hamı başı qarışmışdı alverə, nə başqa işlərə, nə universitet var idi, nə oxumaq var idi. Ona görə Azərbaycanda bir savadlı, təhsilli bir injinerlər az idi, çox az idi. O vaxtı elə mən birinci bu qovşaqları, yolları başlayanda bu mənim məsləhətçilərim, Singapurlular, Almanlar dedilər ki, siz ilk bu yol qovşaqlardan başqa, yoldan başqa ilk birinci yerin altından başlamalısınız. Yəni şəhərin su kanalizasiya sistemini siz bu günləri ilk onları başlamasanız, tikməsəniz, nəyi tikmisinizsə, hamısı sökülüb dağılacaq və bir dənə böyük bir sel, su, yağış gələndə şəhəri su basacaq. Sizə dedilər bunu? Mənə dedilər. Mən də o vaxtı bilirsən ki, mən hər bir nazirin, mən getmirdim, onları mənim öz otağıma çağırırdım. Gəlirdilər mənim otağıma. Ziya Məmmədov da, Cavid Qurbanov da, bütün o vaxtı kimlərlə ki, mən iş birliyi görürdüm dövlətlə, onlar hamı gəlirdi bir iş Zakir Qaralovdan bir işləri düşəndə qaçırdılar mənim üstümə. Mənim də o vaxt imkanım var idi. Bunların hamısını deməli Samir Şərifov, Ziya Məmmədov,
Cavid Qurbanov, bu Hacıbala Abtalibov, bu Maymaq. Bunların Abid Şərifov, bu nazirin birinci müavini var idi. Baş nazirin keçmiş birinci müavini. Bəli. Bunların hamısını yəni dəvət etdim ki, gəlin bir, mənim xarici mühəndislərim var, məsləhət belə bilirlər. Mən də o vaxt hələ təzə yol işinə təzə başlamışdım. Yəni mən də təzə başladığıma görə öz ətrafımda yığmışdım güclü mühəndisləri, adamları. Çünki mən indi özüm biznesi bilirdim. Ancaq yol işini, körpü işi, su kanalizasiya işi, binalar tikirdim o vaxt. Hələ mən yol işi yeni başlamışdım. İşi düzgün görmək istəyirdiniz də? Bəli, bəli. Yəni elə ona gətirirəm ki, bunları yığdım ki, cənablar, nazirlər, düzdür, siz böyüksünüz, siz nə desəz, sifarişçi sizsiniz, biz elə də eləyəcəyik. Ancaq bu xarici mühəndislər bizə məsləhət eləyir ki, birinci, bu işlərdən qabaq Bakı şəhərinin su kanalizasiya, drenaj sistemi düzəlməlidir, suyun təmizlik sistemi düzəlməlidir. Ondan sonra yol, yəni yeni o vaxt inkişaf edən ölkəsiz, bunlar gələcəkdə sizə böyük problem yaradar. Birinci, yerin altını tikərlər, sonra yerin üstünü. Elə mən də bu öz məsləhətçi mühəndisləri də götürdüm, bunları yığdım bir yerə və böyük həyət rejisdə böyük bir meeting room götürdüm. Bunların hamısını dəvət etdim və böyük ekranda bunların hamısını, yəni xarici mühəndislər, mənim mühəndislərimlə bir yerdə bunlara başladı izah etməyə ki, nəyə görə bu yol, su, kanalizasiya işi birinci oradan başlamalıdır. Və su kanalizasiya idarəsini də hətta dəvət etmişdilər. O vaxt yadımda deyil. Sonra bu Rövnək kurası eləyirdi, gündüzü qoymuşlar. İndi bilmirəm, gündüzdür yoxsa yox bu dəqiq. Tural bəy. Kimdir su kanalizasiyası, Azərsu? Azərsunun rəhbəri başqa biridir. İndi hər nədirsə, yəni ondan sonra Rövnək kurasıya götürmüşdü. Yəni deyəcəm, bu məsələlər hardan yaranıb, bu Bakı şəhəri. Rövnək edəndən sonra başqası gəlib ora. Hədə Azərbaycanda belə vəzifə dəyişəndə, başqa biri gəldi. Vəzifə dəyişəndə kimsə əl də dəyişir, adamlar da dəyişir. Yəni Azərbaycanda yəni savadına, işinə görə qiymət vermirlər, adamına görə qiymət verirlər. Deməli, Tural bəy, bunların hamısını izah eləyə, danışa, Abid başladı oradan da baş nazirin müavini ki, bu xaricilər nədir, bizdən yaxşı mı bilir? Belə biraz kobud danışıqları var idi. Hətta insanlarla söyüşlə zatla danışırdı. O ayrı məsələdir. Bir də deyəcəm, mənlə bir konflikti olmuşdu. Belə bir. Deməli, həmən vaxtı Samir Şərifov, pul ayıran, yəni maliyyə naziri, Ziya Məmmədov, Hacıbala Abtalibov, baş nazirin müavini. Yəni bu ölkədə işi görən və qərar verən adamlar idi. Yəni bu ki, nə tikiləcək? Sözsüz ki, qərar verən Mehriban Paşayevadır. Ancaq belə deyək, texniki məsələləri bu işləri bunlar görürdü. 2 saat düz bunlara danışa, axırda Abid dedi ki, bunlar kimdir xaricilər, bizi ağıl öyrətsin. Sonra Ziya dedi ki, mən yol işimi tikirəm, su kanalizasiya bunlar etməlidir. Yəni bir-birinin boynundan atdılar və mən də gəldim bu Samir Şərifovun yanına ki, bu maliyyə nazirisən, sən ailəyə yaxın adamsan, get bu məsələni, yəni danış, sıfırdan Azərbaycanımızı gözəl eləyiriksə, sıfırdan düzgün eləyək. Yəni, ən azından biz gördüyümüz işlər sabah dağılmasın. Mən özümə görə eləyirdim. Çünki mənə Almanlar demişdi ki, bu dəqiqə alt tərəfini tikməsən, sabahlarını nə tiksən, hamısı dağılacaq. Mən də öz gələcəkdə onsuz da sabah məsuliyyət mənim üstündə olacaqdı. Heç kim deməyəcəkdi ki, bəs elə beton yolu kimi gəlib onsuz da hökumət sizin çıxışlarınızın videoların altında trolları göndərir, yazdırırlar ki, İlqar Hacıyev, sizin çəkdiyiniz yol bu gündədir, sizin tikdiyiniz bina bu gündədir.
belə də kampaniya aparırlar. Yaxşı izah Bəli, edirsiniz. bəli, çox gözəl. Ancaq buradan Sizə deyirlər, bunu belə elə, siz də bunu eləyirsiniz də, durub. trollara gözəl xəbər. Yəni mənim sifarişim Nəqliyyat Nazirliyi idi və mənə deyir ki, İlham Əliyevin seçkisi qabağı yadındadırsa 2007 2007 2008-də. 2007-2008 yadıma saldıram. 2008-ci il. 2008. Bakı buradan bir yerdən bir yerə gedir, ancaq eyni məsələdir. Yəni bu hara getsən eyni məsələdir. Deməli, Zığ yolunu mən təhvil verdim. Onu da məcbur etdilər Zığ beton yolu. Zığ beton yolu deməli mən sənə deyim, oktyabr ayında 2007-də başlayıb, qış ayının qabağı, qışdan qabaq bu mayın da dədəsi o ayın 10-da Görbagör Heydər Əliyev. Ad günü neçəsidir? 10 may Heydər Əliyev. Mayın 10-na qədər mənə tapşırıq qoymuşdular ki, bu yol tikilməlidir və açılmalıdır. Mən də bunlara başa salırdım ki, ay bala, bu birinci qışdır, qışda asfalt qoyulmaz. Yəni Azərbaycanda beton yolu nə tərə gəlib, mən sənə deyim, hardan gəlibdir. Bu Zığ yolundan başlayıbdır bu iş. Deməli, mən də bunlara izah edirəm ki, qışda asfalt qoyulan asfalt hamısı dağılacaq. Yəni siz sabahları özünüzü kənara çəkəsiniz. Ortada iş adamı qalacaq. Çünki işi görən mənəm, tapşırığı verən sizsiniz. Dedim bu ən azından, yəni qışda beton elədi ki, 0 dərəcəyə qədər qatqı zad tökəndə olanda tikmək olur. Qışda yəni beton istifadə etmək olur. Ancaq əlavə xərclər etməlisən. Bu şaxta vurmayan qatqılar var. Yəni onu etməlisən. Və bunlara təklif etdim ki, gəlin beton yolu tikək. Yəni bunu ancaq bu vaxta çatdırmaq üçün beton yolu tikək. Yox, qışda gəlin mən bu yolun altını, başını, hava şəraiti nə icazə versə, imkan versə, o işləri görək, yazda, yayda asfaltı qoyaq. Dedilər ki, nə danışırsan? Bu Heydər Əliyevin ad gününə qədər bu yol açılmalıdır. O vaxt bu balaca Kamil də Azvirt. Bu əsas hava limanı yolu tikirdi. Kamil Əliyev. Bəli, bəli, Azvirt. Yəni onun da tarixini danışarım. Gələcək indi ona birazdan, bəli. Deməli, Tural bəy, bunlar Cavid Qurbanov, Ziya Məmmədov, Samir Şərifov məni məcbur etdilər ki, yox, bu yol, layihə yox, heç bir sənət yox. Yəni layihəni, yolu bilsən nətər tikirdik. Bu mühəndislər sahədə oturub gündəlik hissə projeni verdilər ki, bu işçilər, yol işçiləri yəni başa çatmış bir layihə yox idi. Ay yox, nə layihə? Metr. Bir dənə layihə olmayıb, layihəni diz üstə çəkmişik, layihələri. Çünki nədir? Heydər Əliyevin ad gününə bu yol açılmalıdır. Mən getdim, tez Almaniyadan avadanlıq aldım, gətirdim bu beton yolu. Almaniyada özün görürsən, gözəl yollar tikilir, beton yolları. Ancaq bir dənə beton yolu, 100 kilometr beton yolu 3 il, 4 il, 5 il tikilir normal texnologiya ilə. Yəni bir günün içində tikilmir. İndi nəyə gətirirəm? Bunlar məcbur etdilər ki, bunu eləməlisən, mən dedim sifarişçi sizsiniz, siz nə desəz mən onu eləyəcəm. Ancaq bir dənə də məktub yazdım ki, mən bütün məsuliyyəti öz üzərimdən götürürəm, çünki bu qışda tikilən yol problem yarada bilər. Yeganə mən təklifim odur ki, beton yolu tikək və bəlkə onu keyfiyyətli bir şey eləyə bilərik. Və başlandı gecə gündüz bu beton işi. Eyni orada da alt tikilmədi, su kanalizasiya tikilmədi, ancaq tez bazar yol. Sonra mən deyəndə ki, bunun su kanalizasiya sisteminə 20 milyon pul lazımdır. Bunu verin, elə düzgün tikim də, mən tikim, fərq etməz. Dedilər, yox, bu saat yol tikilməlidir, başqa bir şey bizə maraqlandırmır. Yolun üzərində də... gələcək, kanalizasiyaya girməyəcək. Bəli, yolun üzərində də
O yolda gedib birbaşa, yanında Sədərək bazarı var idi. Yox, bəli. Bu bazar hava limanının qabağındaydı. Deməli, 3 dənə qovşaq, hətta bu yoldan başqa 18 kilometr yoldan başqa 3 dənə də qovşaq tikilməlidir. Mən məcbur oldum, nə qədər artıq texnika aldım, nə adamlar cəlb etdim. Çünki Azərbaycanda o vaxtı normal nə ekskavator var idi, nə şeylər, bu svay vuran maşınlar var idi. Heç bir şey, bir-iki dənə avadanlıq var idi Azərbaycanın özündə. Yəni tez bazar nədir? Bu İlham Əliyevin dədəsinin ad gününə bu yol tikilməlidir. Yəni Azərbaycan xalqı üçün tikilmirdi o yollar. O yollar tikilirdi ki, İlham Əliyevi gözə soxsunlar o vaxtı cəmaatın ki, İlham Əliyev iş görür, İlham Əliyev nəylər eləyir, gecə-gündüz çalışır və Azərbaycan inkişafını edir. Ancaq orada heç kim keyfiyyətdən, puldan, pul məsələsi birinci onlar üçün pul idi. Yəni məsələ o idi ki, Deyirlər sizə az pul verək, bununla kifayətlənin, nə tikirsiniz buna uyğun tikin. yox, elə demirdilər. Deyirdilər ki, sənə bu qədər pul veririk. Mən gəlib layihəni sayırdımsa, deyirdim ki, mən bu layihəni eləyərəm deyək 10 milyona. Bunlar mənə qayıdıb deyəndə ki, 20% şəxsən prezidentə getməlidir, nə bilim 6% Ziya Məmmədova getməlidir, 2% Cavid Qurbanova getməlidir, 2% Samir Şərifova getməlidir. Yəni 30% bizə hələ mən başqalarından 50% alırdılar. Çünki mavinlər, o birisi, bu birisi, yəni insanları məhv edirdilər. Mən də qayıdıb deyirdim ki, mən bu yolu 3 milyonu, belə deyək, bir 10 milyondan danışıram. Yəni demirəm, bir nümunə kimi insanlar başa düşsün ki, nə baş verir. Bunlar bu gün nəyə görə bu gündəyik, nəyə görə inkişaf etmiş, biraz yavaşlayaq deyən adam nəyə görə bu gündədir. Yəni mən kökündən danışıram. Yəni xalqımız elə belə bir də bu trollar danışanda ağzını yumsun, desin ki, İlham Əliyev özü yaramazdı, öz ölkəsini özü dağıdıb, özü bu günə salıb və xalqı da bu gün müflüz edib. Xalq bu gün evinə bir tikə çörək tapa bilmir. Yəni məsələ deməli dedilər ki, yox, kanalizasiya məsələsi zadı yoxdur, bizə bu qədər pul qaytararsan, bizsə mən də o vaxt deyirdim ki, qardaş, mənim imkanım yoxdur. Deməli, layihəni artırmalısınız. Pul yemək istəyirsinizsə, mənim hesabıma yox. Demirsiniz, İlham Əliyevə gedəcək. Mən o vaxt inanmırdım. Deyirdim, bunlar Ziya Məmmədov, Cavid Qurbanov, Samir Şərifov torba tikirlər. Yəni bu mümkün deyildir. Yəni ölkənin prezidenti rüşvət alar. Yəni o vaxt mənim ağlımda, yəni ölkənin prezidenti bir ölkəsini sevən bir insandır və məmurlarla daha da vuruşan adamdır, məmurlara cəzalandırandır və bu məmurlar Saakashviliyə getmişdi Gürcüstanda. Çünki orada işləmişdiniz də. Orada tikinti işlər aparmışdınız. Orada danışarıq. Yəni mən ilk bu Azərbaycanın keyfiyyətsiz nəyə görə kanalizasiya hissəsinə gəlir. Bəli, elə kanalizasiya məsələsinə gəlir. Hər bir şey gəlir bu kanalizasiya məsələsinə, yol dağılmasına, hər bir şeydir. Axır nəticədə yolların qiyməti şişdirirdilər, qaldırırdılar yolların qiymətini və qalxandan sonra da ən azından insana texnoloji prosesini icazə verməlidirlər ki, bu adam yolu keyfiyyətlə tikib təhvil versin. Yəni gəlirdilər ki, tez İlham Əliyevi, mən beton yolunu hətta qışda başlayanda İlham Əliyev gəlib yolu görməlidir. Məcbur eləyirdilər ki, tez bazar, tez yol tikəsən, kanalizasiya tikməyəsən. Ona görə Cavid Şərifovla o ümumi yığıncaqdan sonra nə nəticəyə gəldiniz? Sinqapurluları, Almanları göndərdiniz evlərinə? Sinqapurluları, Almanları göndərmədim, saxladım özüm üçün. Ən azından mən gördüyüm işin, yəni öz gördüyüm işimə, keyfiyyətimə görə onlarla kontrakt bağladım və illər boyu həmişə mənim böyrümdə olublar. Deməli, yaramazlar birinci
pulu oğramaq üçün. İkinci, onlar heç bir vaxt düşünməyiblər ki, gələcəkdə bu yol dağıla bilər. Onlar düşünürdülər ki, yol dağılacaq yenə də büdcədən öz maraqları üçün bu yol dağılanda yenədən bu yol tikilməlidir. Deməli, bu yol yenidən tikiləndə eynidən 30% geri pul gəlməlidir. Əslində bunların özlərinə sərf edir yolun dağılması. Bəli, bəli. Elə o vaxtı demirəm, mənə Ziya Məmmədov o vaxtı xoşlayırdı bağında. Yığırdı bu, nə bilim, Qulam var, Busat vilayətinin adamıdır, inşaat işindən məşğul olur. Nə bilim, Ziya, Cavid, nə bilim, Arif Əskərov, nə bilim, başqa Elyar, bu Telmanın dostu Elyar. Yığırdı, qumar oynayırdılar. Mən də indi gəlirdim işlə zadla bağlı, məcbur orada otururdum. Ziya orada qəşəng, özdə bir gün konyak vururdu, səhərsi namaz qılırdı. Yəni bu adam belə yaşayırdı. Qumarı, nə qumarı oynuyor? Özünüz gözlə şahid olmusunuz. Bəli, qardaş, dəfələrlə Cavid... Nərdəmi, kart? Yox, kart, əsas kart, nərd, hər bir şey. Yəni saat, səhər 5-ə, 6-ya qədər bir 10 dənə qızlar, qumar, proses gedirdi. Bir də saat 2-də, 3-də işə gəlib çıxırdılar. Yəni gecə səhərə qədər bunların işi qumar oynamaq idi. Bir gün belə bir qumar, Rusun sözü olmasın, Michelinkasında Ziya bana qayıtdı ki, sənin deyib, lazımdır sənə, düşmürsən ortaya, keyfiyyət axtarırsan, nə axtarırsan. Bu ölkədə sən belə şeylər axtarma. Bizə yuxarıdan tapşırıq var ki, bu qədər pul gətirməlisiniz, pul verməlisiniz və vaxt qoyurlar. Mənə məcbur edirlər və sən bu işlərdə yetər. Bizi sən gelirsən bizdən şikayət edirsən. Mən də gelirdim indiki yaramaz var ha, Əli Əsədov. O vaxtı İlham Əliyevin köməkçisi idi. Gelirdim ona deyirdim ki, prezidentə çatdır ki, bu adamlar məcbur edirlər, keyfiyyətsiz yollar tikilir, gələcəkdə bunlar hamısı dağılacaq və ən azından beton yolu, beton ümumiyyətlə inşaatçılar amma bilir, 28 gün normal has betonu sən istəyir binada olsun, istəyir yerdə 28 gün beton canlı bu gücü toplamalıdır və 28 günün içərisində ona ümumiyyətlə dəyilməməlidir. Ancaq İlham Əliyev gəlib yol açmasına görə məni məcbur edirdilər, yolu tikirdim. 3 gündən sonra yolu, bir həftədən sonra yolu açdırırdılar ki, İlham Əliyev gəldi lent bir dənə lent kəsməsi üçün. Yəni məni qoymurdular o beton tamamilə qurusun, altı normal tikilsin, drenaj sistemi tikilsin. Bu adamlar, yəni mənim məktublarım da var. Birbaşa o vaxtda Artur anası erməni, bizə deyirlər anamız ermənidir. Ancaq bu anaları ermənilər hamısı vəzifədədir indi bu gündə. Deməli, Artur Rəsulzadəyə məktub yazmışam, baş nazir olaraq. Samir Şərifova, Ziya Məmmədova ki, belə bir iş görülmək olmaz. Yəni, mən öz üzərimdən, bu gün bunlar mənə niyə görə bir şey danışa bilirim? Çünki mənim əlimdə sənədlər var ki, mən rəsmi olaraq bunlara müraciət etmişəm, siz bu vaxtı sistemi pozursunuz, bu yol sabahları keyfiyyətsiz olacaq. Sizə açılan cinayət işində tamam başqa bir şeydir. Güya sizə kimsə pul verib fırıldaq gəlmişsiniz. Dövlət işində yeyinti və s. heç bir belə bir maddə yoxdur sizə qarşı. Bir dənə maddə yoxdur. Çünki mən hər zaman bilirdim ki, sabahlar bunlar məni başıma oynatacaq. Mən rəsmi olaraq bütün o sənədlər məndə var. Nəyə görə mən bu saat bu nə vergidə, nə başqa bir işdə, nə keyfiyyətsiz yol. Çünki mənim rəsmi məktublarım var. Birbaşa məktubu göndərdim ki, bu işi dayandırmaq lazımdır və keyfiyyətlə tikmək lazımdır. Mənə Ziya gəlib qayıdır, deyirdi ki, sən başın çatmır, sən nə danışırsan, prezident gəlməlidir. Qumar masalarında deyirdi. Çox maraqlı gəldi mənə. Qumarı dollarla oynayırdılar, manatla oynayırdılar. Deməli, ən böyük qaz Cavid idi. Yəni, səhərə qədər bir görürsün 100 min, 200 min, 300 min pul uduzurdu.
Ən böyük Ziya şeydi, cırnıyırdı və Ziyadan da bunlar vəzifəsinə görə qorxurdular. Hətta udanda da Bəlkə udzurdular. qəsdən ucuzurdu. Qəsdən də udzurdular. Yəni mən reallıqla qəsdən udzurdular. Bir də saat 6-da Ziya neçə udmamış bunları buraxmırdı. Ziya neçə pulları udmamış. Yəni o adam xəstədir, o qumar xəstəsidir. Elə hamısı. Bu gün Azərbaycanda yenidən rəsmi açırlar. Qabaq İlham Əliyevin özü də ən böyük qumarbaz idi və bütün nazirlər də deməli dostun kimdirsə mən də oyam da. Yəni bu nazirlər də Allah bilir də, mən Allahın qabağında bu sözü deyirəm. Məni tanıyanlar gözəl bilir ki, mənim hər bir sözümün arxasında sənət var, sübut var və ən azından bir səs yazısı var. Yəni bunlar dəfələrlə görülür. Yəni bu adamlar su kanalizasiya sisteminə qayıdaq. Ona görədir ki, Ondan bugün öncə üzr istəyirəm. Dollarla oynayırdılar, manatla oynayırdılar. dollar, manat nədir? Dollar, evro, manat nədir? Meşokla, manatla rüşvəti götürmürdülər ki, bankdan məcbur eləyirdilər, bax, sistem nətər gedirdi. Bankdan məcbur eləyirdilər, dollarla artıq bankdan pulu çıxardırdın və dollarla bunlara verirdin. Yol işində Cavid Qurbanov və maliyyə işçisi şeylə məşğul olmurdu, maliyyə departamentinin işçisi. O rüşvət yığmaqla. Deməli, pulu alırdılar, həmən 30% və həmən dəqiqə deməli 20% gedirdi birbaşa Maliyyə Nazirliyinə geri dönürdü. Samir Şərifov üzərindən verilirdi. Oradan gələn pullar birbaşa Samir Şərifov üzərindən verilirdi. 6% gedirdi Ziya, nə bilim 2% gedirdi Cavid Qurbanov, 2% Samir Şərifov. Bir də mavinləri də Krisa kimi cəmaatın podriyaçıların üstünə cumurdular. Biri maşın aldırırdı özünə, biri ev aldırırdı, biri nə aldırırdı. Çünki səni məcbur edirdilər və sən tikirdin, gəlib bu yolu qol çəkməlidir. Qol çəkəndə kimlər idi? Mavinlər idi. Mavin də deyirsən ki, ay bala, bunu sənin rəhbərin deyir ki, bu yolu tez belə tik, qol çək bura. Ay yox, deyir, mənim pulumu verməsən, bütün Cavidin mavinlərinə, bu Ziyanın mavinlərinə, birinə ev, birinə maşın, birinə nəvinə məcbur etdirirdilər. Yəni, məsələ o deyil, xoşunla aparıb, xoşunla kimə gedər pul verər, Tural bəy? Xoşunla məcburiyyətən də, yəni sən Azərbaycanda JK gələndə... Bu imzamı atmağımı istəyirsənsə, qol çək. Bəli, yəni onlar da ayrı rüşvət götürürdülər. Ona görə başqalarında 50%-ə qədər büdcənin pulu dağılırdı. 20% birbaşa gedirdi İlham Əliyevə, Mehriban Paşayevə, qalan 50%-ə qədər bütün bu yaramaz məmurlar. İndi Cavid məndən 2% alırdı. Ancaq başqa təşkilatlardan 10% alırdı Cavid. 20% prezident üçün alırdılar. 10% Ziya üçün alırdılar. Maliyyə naziri, mavinlər düz 50% eləyirdi. Siz necə istəyirsiniz ki, Azərbaycanda bu saat su kanalizasiya olsun, o birisi olsun? Azərbaycanda məqsəd bir dənə o idi. Yəni bir şou yaratsınlar, Azərbaycanı gözəlləşdirsinlər. İlham Əliyevin divar hasarları yadındadır da. Hasarlar tikilirdi ki, hasarın arxasında bir Azərbaycanlı, hasarın bir tərəfində qonaq gedən yollarda, nə bilim, şəhərdə başqa bir... İndi də bu dəqiqə bu gündədir. Yəni bu hələ mən sənə deyirəm 2006, 2007-ci, 2008-ci, 2009-cu, 2010-cu, yəni o illərdə mən aktiv olan illərdə məsələ o idi ki, əsas məsələ İlham Əliyev gəlsin, lent kəssin, xalqa göstərsin ki, bu Azərbaycan inkişaf eləyir, iş yerləri açılır və s. və s. Ona görə də Azərbaycanda heç bir vaxt olmayacaq. Bəli. İlqar bəy, dəyərli izləyicilər, xahiş edirəm yayımı bəyənin, paylaşın, daha çox insan izləsin. Mən bir şey başa düşmək istəyirəm. Bəziləri elə anlayır ki, Bakıda, Abşeronda kanalizasiya sistemini bu bərbad vəziyyətdədir. Düzəltmək üçün gərək Bakını, yəni kanalizasiya sistemi bir sistemdir.
hamısını birdən düzəltmək lazımdır. Yoxsa hər yolu tikərkən özünün kanalizasiya problemini həll etmiş olsaydılar, hər bir binanı, hər bir şəhərciyi tikərkən kanalizasiya problemi o məsələni də həll etsəydilər, bu problem bu qədər olmazdı. Elə ona da Olmalı. toxunaq. Bilirsən ki, Akord ən böyük Azərbaycanda mülki belə tikintilər tikib və ona da qayıdaq. Elə o vaxtı məsələ mən böyük komplekslər tikirdim. Eyni gəlirdim ki, mən kompleksimin içərisində su kanalizasiya sisteminə hər bir şeyi yaradıram, elləyirəm, tikirəm. Ancaq mənim su kanalizasiyam gedib harasa çıxmalıdır. Harasa qovşağa bir qoşulmalıdır. O vaxtı da elə əsas nə idi? Bu bir dənə Baksovetdə Hacıbalağın böyründə bu Altay Nərminəni oturmuşdu və onun işi ancaq o idi ki, Altay Həsənov. Altay Həsənov, bəli. Onun işi o idi ki, bu Nərminə otsun hər bir podyezddə yerindən asılı idi. 500 min, yer var idi 100 min, 200 min. Deməli, mən böyük komplekslər tikirdim də. 20 dənə podyezd, gərək 1 milyon, 10 milyon bunlara pul verərdim. İndi mən gedirdim, oradan buradan Altayla özüm bəzən yeyib içirdiyim, yaxınlığım var idi. Altay üzərindən mən gedirdim, qiyməti sala bilirdim. Gedirdim, xahiş edirdim ki, ay qardaş, mənim buradan pul qazanmalıyam, onu eləmək. O ayrı bir. Bunların harasına toxunursan, hər yerdə korrupsiya, rüşvət, yaramazlıq. Yəni, şəhər, bütün şəhər, yeni binalar, tikilən binalar, o öz gücünə görə, yəni ahalisinə görə o düzgün tikilməyibdir. O ilk, yenə deyirəm, şəhərin özü böyük bir sistemi olmalıdır. Ondan sonra mən bina tikirəmsə, mənə də sənət verməlidir ki, sən bu qədər ancaq burada su, bu qədər kanalizasiya, yəni burada 100 nəfər yaşaya bilərsə bu ərazidə, sən 500 nəfər tikə bilmərsən. Ancaq Bakıda o idi ki, pulunu ver, mən şəhərin mərkəzində bu Bəşir Səfəroğlu, Rəsul Rıza, Pajarın üstündə 15 mərtəbə tikmişəm. Yəni şəhərin mərkəzində 15 mərtəbə tikmək olmaz axı. Sən birinci şəhərin gözəlliyini məhv etdik. Yəni çünki bunlar məcbur edirlər. Deyir, qardaş, tik bizə pul lazımdır. Hər tikliyindən də... Zakir Qaralovla şərik idiniz də onda. Mənim, gəl yenə də xalqımıza düzgün izah edək ki, şəriklik, Zakir Qaralov şəriklik necə olubdur? Yəni, mən bu sualı verim, buna cavab ver. Zakir Qaralovla şərik idiniz də 15 mərtəbəli binanı tikəndə? Yox, o vaxt mən Zakir Qaralovla o vaxt şəriklik zad yox idi. Mən özüm tikirdim. Əli Nağıyevin indiki şəriki ilə Əli Həziyevlə tikmişəm. O şəhərdəki binanı. Yəni bu dəqiqə Əli Nağıyevin? Yəni DTX-dır, PTX-dır, bilmirəm nədirsə o yaramaz. O saat o həmən Eiffel şirkətini orada da yaramazlıqla yəvər şərikləri var idi. Onu Əli Nağıyev torbasını tikdi. Bu Əli Həziyevlə, o da Naxçıvanlıdır. O da və bu Nizami metrosunun böyründə binalar var, qara binalar. Nizami metrosunun böyründə. 5 mərtəbə ilə üzbəüz. Yəni o vaxt hələ Bakıdaydın, o vaxt biz tikəndə hələ düzdür birimizi tanımırdıq. Ancaq Bakıdaydın. Deməli, o vaxtı o binanı tikəndə də, yəni su kanalizasiya sistemi gərək imkan olsun ki, onu eləyəsən. İndi su kanalizasiya orada maksimum 5 mərtəbə olub. Elə mənim özüm 15 mərtəbə tikmişəm. İndi sən təsəvvürünə gətir ki, şəhərin də su kanalizasiya sistemi yoxdur. Bu, belə bir yağış olanda, ya bir nə olanda evin kanalizasiyası, suyu və şəhərdən, kənardan Allahın bir yağışı. Nə olur? Bakı olur Venetsiya. Yəni, Bakı... Bəs bunun həlli varmı indi bundan sonra? Deyək ki, İlham Əliyev oturdu, dedi, ay Allah, mən nə günah eləmişəm, bağışla məni, tövbə edirəm, elə ancaq bu məsələdə kanalizasiya sistemini düzəltməliyəm mən.
Çarəsi Deməli, varmı həll yolu ekoloji odur Bakıda? ki, birinci İlham Əliyev ya vəzifədən getməlidir, ya Allaha gəlməlidir, diz üstə çökməlidir. Deməlidir ki, mənə rüşvət zad lazım deyil. Kim də bu sistemdə rüşvət aldı, həmən günü türməyə gedir. Yəni Singapurda da belə olubdu. Yəni bir ailə olub, sonra qərar verilib ki, bu ölkə yaşamalıdır. Yəni Buna hətta inanmıram. bu Amma bu kanalizasiya məsələsinin həllinin çarəsi varmı? çarəsi odur ki, bu dəqiqə sistemlər var. O vaxt hətta heç şəhərə dəymədən yerin altında bu tunel proxod balaca maşınlar var. Bunların özündən heç şəhəri panikaya salmadan, yəni hissə-hissə yolları hissə-hissə bağlı, yəni xalqı şey eləməmək. Yəni ya bir dəfəlik götürüb hər şeyi dayandırmalısan, bütün Bakını darmadağın yenidən etməlisən və su kanalizasiya sistemi tikməlisən və yaxud da İlqar kimi bir iş adamını tapırsan, tender keçirirsən, 10 dənə şirkətin xariciləri də dəvət edirsən, ofisində deyirsən, qardaş, birinci bunun layihəsi, birinci layihələndirməlidir düzgün. Çünki o yenidən elə-belə tikilsə, Tural bəy, bir-birindən əlaqəsi olmasa, yenə də nə tiksən də dağılacaq. Yəni birinci ilk Bakının su kanalizasiya bu təmizləmə sistemi layihələndirilməlidir. Ondan sonra heç şəhər, yəni qazılmadan, şey olmadan yerin altında bu saat imkanlar Nə var. qədər vaxt lazımdır onun? Yəni mənə bunu tikmək üçün 5 il vaxt, yəni layihəsilə bir yerdə. Çünki bunun ən azı 1 il layihəsi getməlidir. Yəni bunun ən azı 1 il. Çünki addım-addım bütün nəzərə alınmalıdır, hesabat olmalıdır. Yəni elə belə olmaz. Şəhəri də insanları incitməmək üçün, yəni yerin altında normal texnologiyalarla bunların hamısını tikmək üçün 4 ildə rahat vaxt ki, insanlar hissə-hissə. Yəni yuxarıdan başlayırsan, aşağıya qədər dənizə gətirirsən, salırsan dənizin böyrünə. Dənizə də bu saat çirkli, yəni su təmizləmə sistemi yoxdur Azərbaycanda. Evimizdə, eşiyimizdə, tualetə getdiyimizdədirsə dənizdədir. Yəni orada həm içmirik, həm yəni bunlar da yoxdur. Su təmizləmə sistemi də yoxdur. Ona görə Bəs nə qədər pul lazımdır? 5 il. Yəni məndən rüşvət almasalar, yəni normal bir dövlət bu işi görsə, Bakının su kanalizasiya sisteminə maksimum 2 milyard pul lazımdır. Maksimum. Yəni su O qədər təmizləməsi. az. Əziz qardaş, yəni bunlar yenə deyirəm, o qədər çox olması gərək bu qədər də sünə qoyacaqlar, olacaq 4 milyon, hətta bu saat eləyəcəklər 10 milyard. Çünki hər addımda bunlar sistemi elə qurubdular ki, Azərbaycanda hər birimiz korrupsiyaya bulaşmışıq. Yəni o trollar çıxır deyir ki, sən də korrupt şey vermirsən, rüşvət vermirsən. Ay yaramaz. Allahın qabağında denən ki, sən rüşvətsiz gəl. Hətta İlham Əliyevin gəlib götünü yalayırsınız ha. Yenə də rüşvətlə gedib ora çıxırsınız. Bölündə ətrafda oğruq eləyib aparıb birbirinizi onu bunu xalqı zülm verirsiniz, rüşvət Bu alırsınız. əslində rüşvət sayılır, bəlkə də bilmirəm. Amma siz cibinizdən götürüb pul verməmisiniz də. Sizə məsəl üçün deyiblər ki, 10 milyon pul veririk və onun 4 milyonunu qaytarsan bizə, 6 milyonunda falan edirsən. Yəni siz kiməsə rüşvət Bəli, elə onu gətirirəm ki, puldan özləri götürüblər. bəli, zığ yolu maksimum o vaxtı mən onlara hesaba çıxartdım ki, 120 milyon olsa yol qovşaqları da tikilər, su kanalizasiyada tikilər, belə 18 kilometr 3 xət o tərəfə, 3 xət bu tərəfə yol da tikilər. Yəni bu təxminən elə Avropada da 1 kilometrəsi ortalama 5-6 milyon. Yəni 5-6 milyon bu saat yenidən tikilən yollar 5-6 milyondur, beton yolu. Ancaq hassa yolu yenidən tikilməmək, yeni iş görmək maksimum 1 milyondur 1 kilometrəsi. Ancaq Azərbaycanda 18 kilometr yola, həmən yola 180 milyon tikilibdir. Onun da 30% nə qədər eləyir? 60 milyona yaxın. Düzdür? O da yəni mənə qalan
pul 120 milyon olub, bunlara gedən 60 milyon olub. Yəni üçdə birini məndən alırdılar. Ancaq başqa bir şirkət tikəndə 50-50-yə güclərinə görə, mavinlərinə görə. İndi mənim gəlində böyrümdə bir yaramaz Zakir Qaralov var idi. İndi arada bir güya prokuror kimi bundan qorxurdular. Mən gəlib deyirdim ki, sən ölkənin baş prokurorsan. Bu ölkədə korrupsiya mənə deyirdi sakit apar nəsillər onları verir. Bunlar dəhşətdir. Korrupsiya özü də general idi, Əli Nağıyev, müavin idi, Kamran Əliyev, Zakir Qaralov bu işləri aşkara çıxardıb həbs etməlidir. Özləri bu işdən məşğul idi. Ay qardaş, bu korrupsiya o vaxtı qurulanda prokurorluqda mən bir gün axşama qədər gülmüşəm. Yəni mən bunların içərisində deyirdim, bu korrupsiya kimə qarşı qurursunuz? Bu korrupsiya kimdən vuruşasınız? Bu yetim çöldə olan adam, onun korrupsiyası nədir? Korrupsiyanı da siz sistem qurmusunuz ki, bu adam vəzifəyə gedəndə pul ödəməlidir. Gedirsiniz, tutursunuz onu. Sizdən razılaşdırılmamış olan məsələdir. Korrupsiya məsələsindən bir dənə icra başçısı güya ki, bir pul aldı, yedi. Arkadaş, icra başçısından sən haqq qoymusan. İcra başçısı neynəməlidir? Yəni, bu çox gülməli idi. O vaxtı mənim üçün çox gülməli idi ki, korrupsiya, prokurorluq korrupsiya yaradır. O vaxt Kamran Əliyev yaramaz indiki prokuror, o vaxt korrupsiyanın sədr rəisi qoydular onu və o mənim yaramaz bir dənə küçüyüm var idi, İlqar Abbasov şəhər prokuroru oldu. O Sabaildən köməkçidən mən gətirib onu ora dartmışam, ora gətirmişəm. Zakir Qaralovun şəxsini özüm otağında salmışam. Yəni bilməyənlər axtarsa elə azad sözdə də var. İlqar Abbasov orada milyardlardan danışır ki, milyardlar. Onun arasından dəydilər də. Bəli. İlqar bəy, istəyirəm keçək bu Avtomobil Yolları İdarəsinin keçmiş rəhbəri, hansı ki 2 ay öncə fevral ayında İlham Əliyev onu vəzifədən azad elədi, işdən qovdu, 10 il idi, 11 il idi, bu idarənin rəhbəri idi. Bu da çoxlu pullar yeyib də, yəqin ki, amma özüm yeyib, yedizdiribmi? Bu günlərdə deməli Dövlət Təhlükəsizlik Xidmətinin və Cavid Qurbanovun birgə, mən onu Sukası adlandırıram, bir jurnalist var, Pərvəz Həşimli. Cavidin otağında görmüşəm onu, Cavidin otağında rastlaşmışam. Kəlbəcərlidirlər, şərəfsizin dal ayağıdır öz yerində. Təəssüf ki, görürəm onu, bəzən müxalifətçilərlə bir yerdə falan da görürəm. Tanıyırlar, amma bilmirəm niyə bundan salam mələk eləyirlər. Müxalifətçilər adını qoyan Tural Abbaslı müxalifətçidir. Tural Abbaslı devlətin aktafasını daşıyandır. Yəni onun kimi müxalifətçilər, Londonda oturan yaramazlar kimi, onlar özləri devlətin aktafa daşıyanlardır və cəmaata ad qoyurlar. Arkadaş, mən gördüm ki, bu saytında bir xəbər paylaşıb ki, bəs Salih Məmmədovdan 1 milyard pul istəyirlər, yoxsa onu həbs edəcəklər. Yığdıqlarını qaytarsın. Bu kim istəyir? Yəni, Salih Məmmədovdan İlqar Hacıyev mi istəyə bilər, Tural Sadıqlı mı istəyə bilər, kim bilmir. Həbs edənlər kimlərdir ki, pulu vermədiyi təqdirdə həbs olunacaqdır. Deməli, dövlətdir də. Deməli, bu yaramaz deyir ki, dövlət Salih Məmmədovu şantaj eləyir ki, gətir 1 milyard pul ver, yoxsa həbs olunacaqsan. Və bu adam da, Salih də yığıb bağında öz işçilərini, keçmiş adamlarını, pullar birgə yediklərini ki, bəs gəlin, pul tökün, İlham məndən pul istəyir. Bunu verək. Və buna necə bu yaramaz jurnalistə necə icazə verirlər ki, belə xəbər yaysın? Dövlət şantaj eləyir. Niyə yaxasına İlham Əliyev? Niyə Əli Nağıyev o gələnin yaxasına yapışmır ki, sən dövlətin adından sən kimsən danışırsan? Deməli, Tural bəy, sən özün... Salihdən danışaq. Azərbaycanda, yəni media yoxdur. Yəni bu Azərbaycanda danışan o hürən küçüklər, adamlar, onlar ancaq devlətin icazəsindən hürürlər. Onlar heç bir vaxt, heç biri Azərbaycan daxilində öz başına elə bir şey eləyə bilməz. Yəni, o zaman Əli Nağıyev mi buna tapşırığı verir? Düşünürəm ki,
Əli Nağıyev, Bəylər Eyyubov və Rafiq Eyyubov. Yəni bu birbaşa, mən bu Salih qısaca onun tarixini danışım, siz sonra qiymətləndirərsiniz, xalqımız özü qiymətləndirsin. Deməli, Cavid Qurbanov həmən vaxtı Azəryol Servisinin rəhbəri olanda bu Salih Biləcəridə hamı bilir, yaxşı qəşəng bilir, məni tanıyanlar da bilir, onları tanıyanlar da bilir. Bitum baza var idi belə Azəryol Servisin. Deməli, o vaxtı elə o həmişə soxardan bitumu alırdı və məcbur eləyirdilər bütün podratçıları gedib Salihdən alsınlar. Kimsə də şikayət eləyəndə ki, biz Salihdən niyə almalıyıq? Biz gedib dövlətin neft şirkətindən almalıyıq da. Biz kontraktımız var. Normal ölkədə belə kontraktın var. Gedirsən bitum baza ilə kontrakt bağlayırsan, bitumu alırsan, gedib istifadəsini eləyirsən. Ancaq bunların hamısı o vaxtı monopoliya. Bəylər Eyyubovun, Rafiq Eyyubovun monopoliyası idi. Yəni Salih'i də Cavidin böyrünə Bəylər Eyyubovla Rafiq Eyyubov oturmuşdular ki, otur, sən bitumunu sat, pulları gətir bizə. Deməli, bu adam 100 qat o vaxtı, mən həmişə deyirəm, 10 manatdırsa 20 manat eləyirlər ki, 50%-ni özləri yesinlər. Bu iş adamına bu 2 qat baha bitumu satanda iş adamları da nə edir? Məcburiyyətən bitumun içərisində nəsə qatırlar, o da yollar gəlir, sonra düşür bu günə, dağılır. Yəni normal o öz qiymətinə bitum alsaydı, normal yol tikilərdi, normal keyfiyyət. Deməli, bunun oğlu Sanqalında oxuyurdu. Mənim də bilirsən ki, ailəm Salih Məmmədovun. Bəli, Salih Məmmədovun oğlu Sanqalında pullu adamlar üçün məktəb var. Orada yeganə bir məktəbdir ki, sistem qurubdular. Belə yaramaz məmurların uşaqları üçün. Uşaq məktəbə gəlmədi, ştraf. Nə bilim, içkili oldu, ştraf. Yəni belə bir yaramazlar üçün belə bir məktəb idi, orada oxuyurdu. Və o vaxtı gəlib gedir tez-tez və hətta mən artıq İsveçrəyə, oğlu orada, Sanqalın demirəm, orada oxuyurdu. Və o vaxt gələndə həmişə məndən oturanda danışırdı ki, bəylər belə dedi, Ağsaqqal belə dedi, Rafiq Eyyubov Cavidə tapşırdı, Cavid nədir? Yəni bunu böyründə elə o vaxtı bitumla məşğul idi. Sonra Cavid getdi ərə Mehriban Paşayevin qohumlarına. Ondan sonra bunu tələdilər, elədilər. Özüm yadımdadır, 2015-ci ildə getdilər yol idarəsinə rəhbər qoydular. Ancaq bu adam bitum satmaqdan başqa başı savadı heç bir şeydən çıxmır. Yəni bu adamın işi Cavidin vaxtında o idi ki, Cavid gecə-gündüz yeyib içəndə bu Cavidin fahişələrini gətirirdi Xaqani ilə bu. Böyründə də bir Xaqani. Və Cavidin hesablarını ödəyirdi restoranda. Harda Cavid oturub. Yəni işi buydu. Bu adamın nə yoldan başı çıxır, nə başqa bir şeydən. Yəni Cavidin belə savadlı mavinləri var idi. Yol işinə adam qoyulanda mavinlərdən biri qoyulardı. Savadı injiner, savadı olan. Ancaq bunlar o işə, çünki Salih profesional idi də. Yəni bitum oğruğunda, bitum satmasında. Oğurluqda profesional görüb bilib götürdülər bunu. Bəli, onu yol idarəsinə təyin eləyəndə dedim, vay. Cavid gənə indi özü yaramaz olsa da bir balaca yol işindən başı çıxırdı. Yəni hətta bəzən Ziyəgil məcbur eləyəndə Cavid, mən indi adamın Allahı var, hamısı yaramazdı. Cavid gəlirdi Ziyə deyirdi ki, bunu yavaş dikək, belə eləyək. Yəni bu işləri var idi, deyim Allahın qabağında. Ziyə deyirdi ki, məni hərrəmir, pulu gətir və İlham Əliyevə yol göstərməliyəm. Mənə başqa bir şey maraqlı deyil. O siz nə danışırsınız? Deməli bunu təyin etdi ora Bəylər Eyyubov, Rafiq Eyyubov, bu Cavidin yerinə. Salih Məmmədovu ora təyin etdi. Salih Məmmədov, bəli. Deməli Salih bəylər və Rafiqin adamıdır. Bəli, 100%. 100% məni tanıyanlar bilir. Mənim dediyim söz. Yəni Allahın qabağında sənəti var, sübutu var. Deməli, Tural bəy,
Bu adam ora təyin olunub ki, Caviddən sonra bu əsas məsələsi o idi ki, bu rüşvəti yığıb aparsın, yuxarı vaxtında çatdırsın. Hı hı. O heç bir vaxt 1 manat da Salehin heç bir vaxt hünəri ola bilməz. Bu Bəylər Eyübovun, Rafiq Eyübovun xəbəri olmadan özünə nə milyard oğrasın. Bunu milyard deməli Salih oğruyubdusa, deməli ən aşağısı 5 milyard pul yeyilibdi. Yəni 1 milyard Salih oğraması üçün gərək aşağısı 20% də Salih oğrasa bu işin içərisindən də belə deyək. Bu gərək 5 milyard, deməli 5 milyard devlətin pulu oğranlıqdır bu 100%. Baxın, bilmirəm 2015-ci ildən Azəryol Servisin büdcəsini mənə söyləsəz, Tural bəy, rəsmi bilmirəm, var, yoxdur. Mən sizə deyə bilərəm ki, bu nə puldur, hardan bu söz çıxır və nə çıxır. 100% bugün bilirsən ki, bütün bəylərə özünə şəxsən İlham Əliyev dəyə bilmir. Ancaq ətrafını, hətta qohumlarını, yaxınlarını birini tuturlar, birinin pulunu alırlar və Salih də bu dəqiqə o siyahıya düşübdür. İlham Əliyev Salih bu yol tikintilərini falanı kimə gördürürdü? Hansı şirkətlərə? Hamısı özlərindən razılaşdırılmış şirkətlər. Ya öz Yəni şirkətlər. bəylərin kurasiyasında olan şirkətlərdir əsas. 100% bəylərin, gəlin deyirəm. Məsələn, bu Bəylərin. Azvirt biraz əvvəl. Azvirt bu dəqiqə, bəli, Kamil, o vaxtı, onun da tarixini danışım. Mən o vaxtı 1 metrə 20 santı boyu var. Belə balaca kişilərdəndir. Deməli, qabaq Azal Cahangirlə işləyirdi. Bu Azvirt sözü də Az və Virtgen, bu Alman şirkəti var. Avadanlıq, yol avadanlığı istehsalatından məşğuldurlar və bütün dünya tanınmış bir şirkətdir. Bu onlarla şirkəti qurdu. Dədəsi hələ dədəsinin vaxtından, dədəsi də Baksovetdə işləyirdi bunun dədəsi. Deməli, bunların kuratoru Cahangir idi. O ki başlandı bu hava limanı yolu tikiləndə, 100 milyonlarla proje gələndə bunu Cahangiri də, bunu da Kamili də, ikisini də bəylər tapşırıq verib Rafiqə, Rafiq çağırıb öz otağına və deyib ki, bundan sonra sənin Cahangirlə, Azalla işin yoxdur. Sənin bundan sonra, yəni mənə Zakir üzərindən eləmişdilər. Ancaq bunu elə birbaşa Rafiq bəylərin kurasiyasından. Bəli, keçdi bəylərin kurasiyasına. Bunlar, bunun nəsli kökü bəylərin eyni rayondandır, Vedi rayonundandır. Yəni Yerazlı, Ermənistanlıdırlar. Bəli. Yəni bu adam birbaşa nə iş görürsə, hamısı bəylərin, yəni birbaşa bu prezidentin pulu kim olsan ol verməlisən. Yəni şakaya pul lazımdır, şakanın pulunu verməlisən. Bu 20% şakanın puludur. O birisi qalan pullarda, deyək indi Ziya 6% idi, ondan sonra sistem dəyişdi, o birisi. Onları da verməlisən. Ondan sonra nə qazanmısansa 50% minimum yetməlidir İlham Əliyevlə Bəylər Eyübova, Rafiq Eyübova. Yəni Kamil belə işləyir. Ona görə mən o vaxt etiraz edirdim, ondan buradayam. Ona görə mən ölkədən qovdular, malımı, mülkümü zəbt etdilər, hətta o sakitləşmədilər, getdilər Rusiyada da nəyim var idi, onu da zəbt etdilər. Ancaq Kamil kimi yaramazlar o öz şirkətlərində sakit direktor kimi işləyirlər. Yəni bu dəqiqə onların varı, mülkü, nəyi varsa hamısı İlham Əliyevindir. İlham Əliyev onu elə belə tərifləmir. İlham Əliyev gələndə məni də tərifləyirdi. Yəni onları axtarıb tapmaq olar. Yəni o vaxt prezident saytına da qoydular ki, cavan maşallah ölkəni belə tikirsən, qurursan, belə halaldır sənə. Və İlham Əliyev belə rəsmi tərifləri də var. Yəni o sadəcə bu saat mənlə bağlı olanlar hamısını qapatıbdılar, gizlədibdilər bu rəsmi prezidentin saytında. Ona görə əziz qardaş,
bu su kanalizasiya sistemi də problemi də, salih problemi də, hər bir şey. Mən ilk sən sual verəndə bu su kanalizasiya sistemini nə etmək olar? İlk bu rüşvət məsələsi yığışmalıdır. Savadlı insanlar bacarığına görə vəzifə tutmalıdır. Yəni mühəndislər çalışmalıdır. Salih yol mühəndisi deyil. Hələ sən görəsən ki, İndi yavaş-yavaş bilirsiniz o kimi gətiriblər? kimdir? Vüsal Nəsirli adlı birini gətiriblər. Adam da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyibdi. Yəni bilmirəm indi bu kimdir, amma başqa bir Arkadaş, sahə adamıdır. bir işə adam götürür. Mən iş adamıyam da. Mən Və yəqin Paşayevlərdəndir ona görə. 100% Paşayevlərdəndir. Bu dəqiqə axır bu 5 ildə 99% Paşayevlərdən gəlib. Qalanlar da hamısı Paşayevlərə baş əyib, ona görə vəzifəsində qalıb. Yəni Paşayevlərdən olmadan olmayan bu saat adam yoxdur, Tural bəy. Hamısı Paşayevlərdəndir. Ölkənin də korrupsiyası, xaosu, hər bir şeyi Mehriban mamamız, o nədir, mafiya mamamız o idarə edir. Bütün pullar Altay üzərindən, bəylər üzərindən, mərkəzi qabaq bəylər gətirirdi İlhama. O vaxt hələ Calalın hörməti var idi, o birisi. İndi bəylərin özü də orada qalması üçün nəyləri varsa hamısı keçdi Paşayevlərin kontrolunun altında. Hətta bu o bəylərə bağlı adam var idi. Bu sement zavod tikən, bu telekommunikasiya nə idi? Adı batmış. Nexol. Bəli, Nexoldur tam. Nəsibov, bəli. O getdi Mehriban Paşayevin bilmirəm hası qohum oldu onların qızından. Bu dəqiqə kim ki gedib Mehriban Paşayevaya ərə getməyibdisə, onların immuniteti yoxdur. Yəni hər dəqiqə onları tuta bilərlər. Əslində Cavidin özü də getməli idi. Yəni həbsəmi. Cavid arvadını öldürdü ki, getsin onlarla. Arvadı onu xilas elədi. Arkadaş, bu Cavidi Ziya gözü götürmürdü və Cavidi Ziya onsuz da çoxdan çıxardacıydı. Bu getdi, arvadını yaramaz öldürdü, getdi, ərə getdi və öz vəzifəsini saxladı, qorudu. Bu qədər Tural bəy, Azərbaycan xalqı, özünüzü qoruyun. Yəni bu Venesiyada üzmək istəmirsinizsə, artıq susmayın. Durun ayağa. Mənə lazım deyil, mən gələm dövlət başçısı olam. Elə savadlı, ağıllı, Azərbaycanı sevən Tural bəyə də lazım deyil. Tural bəy danışdığı prezident olması üçün danışmır. Ancaq görən prezident də bəzən insanlarımız yazır bu rəhmətli xanım nə idi adı? Ziyafət Abbasova, hətta onun çıxışında görmüşəm ki, bəli, hətta Tural Sadıqlı ölkənin daha yaxşı prezidenti olar, nəinki bu yaramaz İlham Əliyev və Mehriban Paşayeva. Özünüzü qoruyun, ən azından susmayın, görək bu su kanalizasiya sistemini hamımız baxaq, İlham Əliyev neçə dəfə müşavirə keçidib, nə edib, görək gələn il nə dəyişəcək və nə olacaq. Sağ olun, yenə də İlqar Hacıyev kanalını bəyənin, abunə olun, xahiş edirəm, paylaşın. Çünki bu Tural bəylə bütün efirlərimiz həm orada olur, həm də İlqar Hacıyev kanalında. Təşəkkür edirəm. Özünüzü qoruyun Tural bəy. Sağ olun. Sağ olun dəyərli izləyicilər. Növbəti efirdə görüşənədək.